Salam əziz tələbələrimiz, hər birinizi xoş gördük. Mən Orxan Məmmədov sizinlə birlikdə bugün bir sualımıza bir cavab verəcəyik. Aşağıda göstərilənlərdən hansı natamam şərtli budaqlanmaya uyğundur? Baxın, gəlin bunları bir-bir sizə deyim. Bax, bunlar dəftərinizi mütləq çəkməlisiniz. Belə bir sual düşə bilər qəbula. Yəni, bilsəniz çox rahat sualdır. Baxın, bu ikisi, bax, bununla bu. Bunlar budaqlanan növ alqoritma aiddir. Budaqlanan növ. Yadda saxlayırsınız. Əgər bir qoluna belə düzbucaqlı var, ikinci yoxdursa, deməli bu natamam şərtlidir. Bax, natamam. Yenə deyirəm. Əgər bir qolunda bu düzbucaqlı var, ikincisində yoxdursa, deməli bu natamam şərtlidir. Yox, əgər hər iki qolunda varsa, deməli bu tam şərtli budaqlanandır. Natamam şərtli budaqlanan, tam şərtli budaqlanan. Burada B, C və Y variantları. Bunlar nədir? Dövrü alqoritmdir. Dövrü alqoritmin növləri var. Ön şərtli, son şərtli və modifikasiyalı parametr şərtli dövr alqoritm. Yenə deyirəm, dövrü alqoritmin 3 növü var. Ön şərtli, son şərtli, modifikasiyalı dövr alqoritm. Bax, bu romba paxlava formasına var. Buna deyilir şərt bloku. Bu düzbucaqlıya deyilir hesablama bloku. Əgər şərt bloku hesablama blokundan aşağıdadırsa, bu adlanır son şərtli. Yəni, blokda sondadırsa bu şərt blok, deməli şu son şərtlidir. Fikir verin, C variantında şərt bloku hesablamadan öndədir. Ona görə buna deyilir ön şərtli. Son şərtli, ön şərtli. Bəs bu altı bucaqlı nədir? Harada altı bucaqlı gördünüzsə, cavab modifikasiyalı parametr şərtli alqoritmdir. Yenə deyirəm, altı bucaqlı modifikasiyalı parametr şərtli alqoritmdir. Yenidən təkrar edirəm. Natamam şərtli budaqlanan, tam şərtli budaqlanan, ön şərtli dövr, dövra. Daha üzr istəyirəm, son şərtli dövr, ön şərtli dövr və modifikasiyalı. Harada altı bucaqlı gördünüzsə, bax bunu. Cavab modifikasiyadır.